yəqin ki, ehtimal edirsiniz ki, bu gün söhbət əllərdən və dırnaqlardan gedəcək. Nədən danışacağım? Dırnaqlara qulluqdan. Bizim üçün çox adi görünən dırnaqlara qulluq, manikür edilməsi makyajın ən əsas hissələrindən biridir. Və dırnaqların nə qədər qulluqlu olması xanımın özünə nə qədər dəyər verməsindən xəbər verir. Elə buna görə də biz gərək dırnaqlarımıza yaxşı qulluq eləyək. Bütün etaplardan danışacağım sizə. Öz oxuduqlarım, topladığım məlumatları sizinlə bölüşmək istəyirəm. Ümid edirəm ki, sizə çatdıracağım məlumatlardan, məsləhətlərdən, misal üçün 15-dən 3-ü sizə yararlı olacaq. Vacib deyil ki, deyilən bütün məsləhətləri ard-ardına həyata keçirdəsiniz. Deməli, biz birinci nədən başlayacağıq? Biz birinci pilkalama prosesindən başlayırıq. Çoxumuza təəccüblü gələr ki, niyə pilkalama? Biz adətən görmüşük ki, dırnaqlara qulluq məhz onların əllərin vannaya qoyulmasından başlayır. Ancaq belə eləməyəcəyik. Biz mütləq ilk növbədə dırnaqlarımızı pilkalamalıyıq. Çünki dırnaqlarımızı vannaya qoysaq, dırnaqlarımız nəm çəkəcək, islanacaq və islanmış dırnaqların pilkalanması dırnaqlar üçün çox ziyanlıdır. Biz məsələn üçün fikir vermirik. Dırnaqlarımızı pilkalayırıq. Yaşdırsa dırnaqlarımız, vannada saxlamışıqsa və yaxud da hamamdan çıxmışıqsa, dırnaqlarımız zədələnir. Biz həmin zədələri görmürük. Ancaq bir həftə ərzində, növbəti günlər ərzində biz həmin o zədələnmiş yerlərdən qırıldığının şahidi ola bilərik. Ona görə də bütün quru işləri birinci edirik, vanna qəbulunu isə daha sonra edirik. Sonra pilkalama mərhələsində bunu mütləq qeyd etməliyəm ki, heç bir vaxt belə dəmir pilkalardan istifadə eləməyin. Dəmir pilkalar da dırnaqlarınıza ziyandır. Necə pilkadan istifadə edə bilərsiniz? Bu cür, yəni plastik pilkalar var, kristal pilkalar var. Yəni dəmir olmur, yetər ki dəmir olmasın pilkalar. İndi dırnaqlarımıza forma verməliyik. Dırnaqlarımızı təbii ki, hamısı eyni formada olmalıdır. İkinci mərhələdə nə edirik? İkinci mərhələdə əllərimizi ilıq suda vannaya qoyuruq. Dırnaqlarımızı bacardığım qədər, yəni ev şəraitində nə dərəcədə ideal edə bilərəmsə o cür pilkaladım, formaya saldım və indi vannaya qoyuruq. Vannaya qoymamışda mən sizə deyim ki, vannanı nədən edə bilərsiniz? Misal üçün, hansı bir dəniz duzundan istifadə edə bilərsiniz və yaxud da sodadan istifadə edə bilərsiniz. Nəzərə alın ki, əgər siz dəniz duzundan və yaxud da sodadan istifadə etsəniz, o sizin dırnaqlarınızı, yəni artıq sizin dırnaqlarınızı, əllərinizi dezinfeksiya eləməyə ehtiyac yoxdur. Bu vasitələr, yəni ya dəniz duzu, ya sodalı su, əllərinizi həm də dezinfeksiya edəcək. Görürsünüz, yağlıdır dəniz duzu. Bir də dəniz duzunun xeyri və sodalı suyun xeyri ondadır ki, belə vannalar sizin dırnaqlarınızı möhkəmlədir. 10 dəqiqə əlimizi saxlayacağıq. 10 dəqiqə keçdi və biz əllərimizi vannamızdan çıxara bilərik. Bundan sonra adətən əllərimə peeling eləyirəm və yaxud da skrab vururam əllərimə. Bunun üçün istənilən bir skrabdan istifadə edə bilərsiniz. Əgər sizin dəniz duzunu eləməyə, soda ilə vanna qəbul etməyə vaxtınız yoxdursa, nə edə bilərsiniz? Hamama, yəni çimməzdən öncə siz nə edə bilərsiniz? Dırnaqlarınızı pilkalayırsınız, yəni quru proseduru həyata keçirirsiniz, sonra hamama keçirsiniz. Yəni hamamda onsuz da havadan, sudan, pardan, istidən sizin dırnaqlarınızın kənarındakı ət, yəni bu artıq ətlər yumşalacaq. Hamamın özündə yəni saç üçün balzamlar var, kondisionerlər var. Həmin o balzamı, kondisioneri dırnaqlarınızın ətrafına vura bilərsiniz. Daha sonra yuyacaqsınız. Elə hamamın özündəcə belə peelinglər, skrablar əllərinizə vura bilərsiniz. Yumşaq əgər evdə fırçanız varsa, ondan da istifadə edə bilərsiniz peeling üçün. Əgər dırnaqlarınızın altında dəri qaralıbsa və sizin imkanınız yoxdur həmin yerə çatıb təmizləyəsiniz, onda dırnaqlarınızı bu şəkildə limona bastıra bilərsiniz. Onda dırnaqlarınızın altındakı dəri də ağaracaq, təmizlənəcək. İndi gəldik
ən əsas mərhələlərdən birinə, yəni biz vannanı da, bütün prosesləri ona görə eləyirdik ki, dırnağımızın ətrafındakı ölü dəri asanlıqla təmizlənsin. Bunun üçün belə bir vasitə var. Mən bunu deyəsən Beatrice'dən almışam. Yəni siz satıcıya yaxınlaşıb desəz ki, dırnağın ətrafındakı kutikulanı təmizləyən, soyulmasını asanlaşdıran bir krem verin mənə. Onlar yəqin ki, sizə bir vasitə verəcəklər. Daha sonra bir neçəsini sınayandan sonra sizə daha uyğun olanını, daha keyfiyyətlisini tapa biləcəksiniz. Bütün dırnaqlarınızın kənarına bu maddəni çəkirik, bu vasitəni. Bu bizim dırnaqlarımızın ətrafındakı ölü dərinin rahatlıqla soyulmağına kömək eləyəcək. Buna pusher deyirlər. Bu pusher vasitəsilə dırnaqlarımızın üzərindəki ölü dərini aşağı, daha doğrusu arxaya itələyirik. Daha sonra bunları təmizləmək üçün asan da olacaq. Bilirəm sizə aydın görünür hər şey. Xırda götürürsünüz. Dərindən birdən götür. Çox böyük, yəni həcmdə ət götürmürsünüz. Çünki siz yaralaya bilərsiniz əlinizi. Baxın, bu hissələri təmizlədim. Kutikulanın artıq hissələrini təmizlədik və artıq elə bir yerə gəlib çatmışıq, elə bir mərhələyə çatmışıq ki, orada belə bir vasitədən istifadə edəcəyik. Kutikul terapiya adlanır bu və bu, bilmirəm, belə məhz Premier firmasının bu vasitəsi satılır. Bu Azərbaycanda ya yox, Bakıda var ya yoxdur, bilmirəm. Sadəcə həvəskarlar üçün deyirəm ki, onlar belə bir kremi əldə etsələr, xəbərləri olsun ki, kutikulanın uzanmasının qarşısını alır. Mən indi çəkəcəm. Dırnaqlarımıza bu vasitəni çəkəndən sonra 2-3 dəqiqə gözləyirik. Elə bir mərhələyə gəlib çatdıq ki, bu mərhələdə biz bafdan istifadə edəcəyik. Kutikulları təmizləmişik. Baf nə olan bir şeydir? Baf belə bir vasitədir. Deməli, onun 3 və yaxud da 4 tərəfi olur. Üzərində istifadə ardıcıllığı göstərilir ki, yəni hansı rəngdən nə vaxt istifadə edə bilərsiniz. Daha qaba və kobud hissəsindən birinci istifadə edirik. Cilalanmadan isə digər, yəni boz, sonra məndə məsələn üçün belədir. Boz, daha sonra ağdır. Biz bilirik ki, hicablı xanımlar, namaz qılan xanımların əksəriyyəti, onlar çox əziyyət çəkirlər lak çəkməyə dırnaqlarına. Çünki dəfələrlə qüsüldən əvvəl onlar dırnaqlarının lakını silməlidirlər. Daha sonra hamamdan, çiməndən sonra lakı bərpa eləməlidir. Bu isə o dərəcədə də praktik deyil. Yəni insanlarla xüsusi diqqət, əlavə vaxt tələb edir. Bu baflar bizə nəyi əvəz edə bilər? Bu baflar bizə şəffaf, rəngsiz lakları əvəz edir. Birinci mərhələni bitirdik. Bu mərhələdə dırnağın üzərindəki daha kobud, naharan hamarlıqlar təmizləndi. İndi isə ikinci mərhələ və biz boz hissədən istifadə edəcəyik. Və sonuncu cilalama. Baxın. Bilmirəm, siz fərqi hiss edirsiniz ya yox. Dırnağımın üzərində bu heç bir şey çəkməmişəm bu dırnağıma. Sadəcə bafdan istifadə etmişəm. İndi mən bütün dırnaqlarımı bu süngərlə təmizlədim və cilaladım nəticədə. Belə bir effekt aldım və bu effekt bizə şəffaf lakın verdiyi effekti verir. Bundan istifadə etmək çox asandır. Çalışın yaxşı bir şirkətin, yaxşı bir markanın süngərlərini əldə edin. Süngərlərdən sonra məhz elə bir mərhələyə gəlib çatırıq ki, dırnaqlarımız üçün rəngli lakları vurmamışdan əvvəl belə vitaminli baza vurmalıyıq. Mən bu lakı 7 manat 50 qəpiyə almışam. Bakıda Dəmir Yolu Vağzalı adlanan bir yer var. Hamı bilir ki, orada Aptavoy, yəni Aptavoy deyirlər əslində ora. Orada kosmetik vasitələr satırlar. Məhz oradan belə lakları əldə etmək mümkündür. Bunun tərkibində bütün buna bənzər lakların tərkibləri, növləri
daxil olduğuna görə bu bir qədər bahadır. 7 manat 50 qəpiyədir. Laklar dırnaqlarımızı uzadır, bərkidir. Daha sonra əgər dırnağımıza başqa bir lak vurasıyıqsa, rəngli lak vurasıyıqsa, o lakın yandırıcı təsirindən dırnaqlarımızı qoruyur. Əgər olur ki, çox tünd rəngli və keyfiyyətsiz bir lak istifadə edirik və bu lak bizim dırnaqlarımızı hopurda, yəni acetonla silir, amma görürük ki, dırnaqda həmin rəng hopub qalıb. Bu lakları baza kimi vursanız, dırnaqlarınıza, yəni nə saralacaq dırnaqlarınız, nə də həmin o rəngin, sonraki lakın rəngi hopacaq dırnağınıza. Daha sonra dırnaqlarda lakların uzun müddət qalması üçün belə bazalar kömək edir. Adətən bu cür müalicəvi lakları həftədə 2 dəfə istifadə eləmək olar. 1 və yaxud da 2 qat altdan çəkirik. Lakı düz ortaya qoyuruq, fırçanı və arxaya itəlirik. Daha sonra üzü aşağı. Sağ, sol tərəfi lakladıq. Eyni şeyi bütün dırnaqlarımızda bir üzü belə, bir üzü laklı qalsın. Ortaya qoyuruq, qəti və ürəkli hərəkətlərlə lakı çəkirik. Onda lak dırnağımızın heç arasına dəyməyəcək. Dırnaqlarınızın lakını ikinci əl çəkmək istəyirsinizsə, yəni birinci qat sizə o qədər də tünd görsənmirsə, ikinci dəfə ilə birinci dəfənin arasında 10-15 dəqiqə gözləməlisiniz ki, dırnaqdakı laklar daha yaxşı qurusun və uzun müddətli olsun. Dırnaqların lakının uzun müddət qalmağı üçün belə bir vasitə satırlar. Dırnaq bərkidici, yəni o bərkidir laklı dırnaqda və uzun müddət qalır. Ancaq belə bir bazadan istifadə etsəniz də kifayətdir. Üstdən bir qat, nazik qat çəkməyiniz məsləhətdir. Dırnaqlarınızı tez qurutmaq istəyirsinizsə, heç vaxt fenin ya soyuq ya isti havasından istifadə etməyin. Çünki bu dırnaqların içərisində, yəni lakın içərisində hava qovluqçuqları yaradır və bu əksinə dırnağınızın rəngini çox solğunlaşdırır. Ümumiyyətlə lakı adətən biz necə öyrənmişik? Lakı yaxşı çalxalayıb çəkmək lazımdır. Amma sən demə son vaxtlar, yəni bunu oxuduqlarım belə göstərir ki, biz çalxalasaq dırnaq lakını, içərisində hava qovluqçuları yaranacaq və bu hava qovluqçuları biz dırnağımıza lakı çəkərkən lak yaxşı oturmayacaq. Əgər tələsirsinizsə və dırnaqlarınızı tez qurutmaq istəyirsinizsə, əllərinizi astaca soyuq suya sala bilərsiniz. Eyni sulla sizə sadəcə müxtəlif rənglərdə lakın dırnağa çəkilməyini göstərirəm. Gördüyünüz kimi seçdiyim laklar tünd rənglərdir. Məhz məqsədim də budur ki, dırnağa oturan lakı aydın seçə biləsiniz. Adətən deyirlər ki, dırnağın lakı dodaq boyası ilə bir olmalıdır. Amma bu həmişə belə deyil. Misal üçün biz dırnağımıza yaşıl rəngdə lak çəksək və yaxud da ki, göy rəngdə lak çəksək, bu o demək deyil ki, biz dodaqlarımıza göy rəngdə dodaq boyası vurmalıyıq. Ümumiyyətlə bilməliyik ki, tünd rəngli laklar qısa dırnaqlara çəkilməlidir. Onda dırnaqların görüntüsü vulqar olmayacaq. Avropada ümumiyyətlə uzun, üstü bəzəkli, süni qoyma dırnaqlar təbdə deyil. Belə dırnaqlar yalnız Las Vegas tərəflərdə bəyənilir. Hansı dırnaq rənglərinin hansı mövsümdə seçilməsini isə gələn dəfə sizə təqdim edəcəm. Dırnaqlarınız həmişə boyada olsun. Əgər sizin də dırnağa qulluqla bağlı və yaxud da ki, lakın asan çəkilməsi üsulları haqqında məsləhətləriniz varsa, videonun altında qeyd etməyi, ümumiyyətlə kanalıma abunə olmağı unutmayın. Hələlik növbəti videomuzda görüşərik.